Pərviz Bülbülə Türkandan narazılıq edib. Türkan məndən yaxşı istifadə etdi. Meyxanaçı Pərviz Bülbülə qonaq olduğu bir verilişdə, Gün Uğurla verilişində Türkan Vəlizadə ilə bağlı bəzi fikirlər yaradıb. Bu da gündəmə gəlib. Təbii ki, mən də istinad edirəm Ölkə.az-a. Türkanla oxumasına heç kim qadağa qoymayıb. Yəni onun Türkanla oxumasına heç kim qadağa qoymayıb. Bəzi belə fikirlər var idi axı. Güya ailəsi buna razı deyil. Digəri deyirdi, nə bilim, ailəsi deyəndə xanımı, uşaqların anası belə nəzərdə tuturam. Amma mən Türkanla yalnız səhnəni bölüşürəm, dərdimizi bölüşmürük. Onun şəxsi həyatında kim tərəfindən qadağa varsa bunu da deyə bilmərəm. Pərviz Bülbülə əlavə etdi ki, Türkan Vəlizadənin şəxsi nömrəsi onda yoxdur. İllərdir duet ortaqlarıdır, amma şəxsi nömrəsi Pərvizdə yoxdur. Türkanın heç bir şəxsi nömrəsi məndə yoxdur. İş ilə bağlı danışanda köməkçisi ilə əlaqə saxlayıram. Onun nömrəsini bilən az sayda insanların siyasında deyiləm. Meyxançı daha sonra iddialı fikirlər səsləndirən Türkan məndə yaxşı istifadə etdi. Mən həmişə demişəm ki, işi görəndə özüm üçün edirəm. Bu işdə qarşı tərəf, yəni Türkan məndən yaxşıca yararlandı. Bəli, bu açıqlamada sosial şəbəkələrdə demək olar ki, müzakirələrə səbəb olub ki, Pərviz Bülbülə deyir ki, Türkan məndən yaxşısa istifadə etdi. Bəlkə də